Zamana imamını tanımaq. İslam dini ümumbəşəri bir dindir. O təkcə bir ümmətə, bir millətə aid deyil. İslam dininin qanunları və hədəfi bütün bəşəriyyətə nicat verməkdir. Biz öncəki dinlərə nəzər salsaq, görəcəyik ki, öncəki dinlərin gəlişi sanki İslam dininin yaranması və yayılması üçün bir başlanğıcdır. Dinimizin ən böyük əməllərindən biri dünyanı xilas edəcək bir dahinin intizarında olmaqdır. Bu təkcə İslama aid deyil, digər dinlərdə də öz təsdiqini tapmışdır. Misal olaraq Davud əleyhissalamın Zəburunun 37-ci məzmununda kər insanlar kəsilib atılacaq. Rəbbinə ümid bağlayanlar yer üzünü mülk olaraq alacaqlar. Mattanın İncilində 24-cü fəslində belə deyilir. Şimşək şərqdə çaxıb, qərbdə göründüyü kimi bəşər oğlunun gəlişi də bu cür olacaq. Göründüyü kimi bir xilaskarın, yəni ümumdünya islahatçısının gəlişinə inam bütün dinlərin müştərək prinsiplərindəndir. Quran-ı Kərimdə də ondan öncəki kitabların təsdiq etməsi və yer üzünün varis olması barəsində ayələr mövcuddur. Ənbiya surəsinin 105-ci ayəsində oxuyuruq. Mütəal Allah buyurur. Biz zikirdən sonra, zikirdə məqsəd Tövrat kitabıdır. Biz zikirdən sonra Zəburda yazdıq ki, yerə mənim salih bəndələrim varis olacaqdır. Digər bir ayə isə Qəsəs surəsinin 5-ci ayəsidir ki, Mütəal Allah buyurur. Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə rəhmət göstərək, mərhəmət göstərək, onları imamlar və varislər təyin edək.